Salam, hörmətli tamaşaçılar. Efirdə Xalq Seçir, studiyada Füzuli İsmailovdur. 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür. Ayrılmış ödənişsiz efir vaxtında qeydə alınmış prezidentliyə namizədlərin seçki qabağı təşviqatı üçün növbəti dərin masada xoş gördük. Tamaşaçıların nəzərinə bir daha çatdırıram ki, hər dəfə 1 saat olmaqla hər həftənin tək günləri saat 21-də İctimai Radioda, cüt günləri saat 19-da İctimai Televiziyada prezidentliyə namizədlərin təşviqatı üçün dərmi masalar təşkil olunur. Sentyabrın 16-sında Mərkəzi Seçki Komissiyasının qərarı ilə keçirilmiş püşkatmaya görə qeydə alınmış namizədlər və ya namizədlərin səlahiyyətli nümayəndələri sözvermə ardıcılığına görə aparıcıdan sağda və solda əyləşiblər. Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə 10 namizəd qeydə alınıb. Xatırladaq ki, ödənişsiz efir vaxtı hər dərin masada hər bir namizədin təşviqatına 6 dəqiqə vaxt düşür. Bu məqamda dərin masa iştirakçılarının diqqətinə seçki məcəlləsinin 88-ci maddəsini çatdırmaq istəyirəm. Çünki kütləvi informasiya vasitələrində yayılan çıxışlarda və təşviqat materiallarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini, nifrət və düşmənçilik yaradan təşviqat formasından sui-istifadə, hakimiyyətin zorla dəyişdirilməsi və ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə əqli mülkiyyət haqqında qanunvericiliyin pozulmasına səbəb olan təşviqat qadağandır. Bu, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Bir daha hər birinizi salamlayıram, hörmətli dərin masa iştirakçıları. İndi isə püşkatma ilə müəyyən olmuş çıxış ardılığına uyğun olaraq namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca söz verirəm. Buyurun. Əziz həmvətənlər, neft və qan. 100 ildən artıqdır ki, bu sözlər az qala sinonim məna daşıyır. Çünki neft və qan bu illər ərzində, bu dövr ərzində ayrı-ayrı ölkələrin həyatında bəlalar, müharibələr, itkilər və s. ilə müşahidə olunub. Dünyada neft ehtiyatlarının bir çoxu hansısa bir səbəbdən bəlkə də müsəlman ölkələrinin ərazilərinə düşür. Belə demək mümkündür ki, harada neft var, orada müsəlmanlar yaşayır və çox təəssüf olsun ki, harada müsəlmanlar var, bir sıra hallarda da orada münaqişələr və müharibələr mövcuddur. Dünyanın neft ehtiyatlarının 3/2-si onların ərazilərinə düşür. Lakin çox şükürlər olsun ki, Azərbaycan neft ölkəsi olsa da bu bəlalardan özünü hifz eləyə bilibdir. Bütün bunlar ulu öndərin siyasi zəkası və böyük iradəsi hesabına mümkün olmuşdur. Biz həmin neft hesabına Sovet dövründən sonra dağılmış iqtisadiyyatı bərpa eləyə bildik. Biz həmin neft hesabına Qarabağ müharibəsinin vurduğu yaraları sağaltmaq imkanı əldə elədik. Biz humanitar fəlakətdən xilas olduq. Biz çiy kərpişlərdə, vaqon evlərində, çadır şəhərciklərində yaşayan 1 milyona qədər qaşqını normal qəsəbələrə köçürə bildik. Bütün bunlardan sonraki hədəflər Azərbaycanda dəyişdi. İndi artıq ölkəmizin əsas hədəfi alternativ iqtisadiyyat, neftə paralel bir iqtisadiyyat yaratmaqdır ki, neft sindromundan, Holland sindromundan və s. asılı olmayaq. Bunun əsas nümunəsi kimi mən deyərdim, Azərbaycan artıq Türkiyənin iqtisadi həyatında iştirak eləməkdədir. Mən Petkim kimya sənayesinin alınmasını buna misal göstərə bilərəm. Gürcüstanın Kulevi terminalı və onun 63% enerji deməli sisteminə nəzarət də bunun nümunəsidir. Polşanın, Rumıniyanın həyatına təsir və orada iştirak da bu qəbildəndir. Azərbaycan eyni zamanda kosmik fəzaya özünün süni peykini çıxarmaqla təkcə hansısa bir beynəlxalq prosesdə iştirak eləmək niyyətini güdməyib. Eyni zamanda daha artıq dərəcədə bundan ildə 450 milyon dollardan artıq vəsait qazanmağı hədəf eləyir. Və düşünürəm ki, bütün bu proses davam elədikcə biz bir daha görmüş olacağıq. Azərbaycan neftdən asılı olmayan, proporsional inkişaf edən bir ölkəyə çevrilməkdədir. Mən bunun üzərində öz təkliflərimi səsləndirəcəm, indi isə zamanımı saxlayıram. Qeydə alınmış prezidentliyə namizəd Zahid Oruc, sizin 3 dəqiqə 32 saniyə vaxtınız qalır. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Buyurun Əli. Hörmətli televiziya tamaşaçıları, əziz seçkilərimiz, axşamınız xeyir olsun. Yəqin siz də mənim kimi 2 gündür prezidentliyə namizəd Cəmil Həsənlinin şübhəli şəkildə vaxtından xeyli əvvəl pensiyaya çıxmasından əlaqədar ötən televiziya debatında qaldırılmış suala cavabı gözləməkdəsiniz. Bugün Cəmil Həsənli buradadır. Gəlin birlikdə onun cavabını gözləyin. Hələlik bu qədər. Sağ olun. Əli Əhmədov, sizin 5 dəqiqə 35 saniyə vaxtınız qalır.
püşkatma ardıcılığı ilə sözü veririk prezidentliyə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadiyə. İqbal müəllim, buyurun. Təşəkkür edirəm. Axşamınız xeyir, dəyərli televiziya tamaşaçıları, möhtərəm seçicilər. Bugün sizi bu stüdiyadan salamlayaraq Ümid Partiyasının və mənim təhsil siyasətinə münasibətimiz və təhsil siyasətində görəcəyimiz işlərlə bağlı mövqeyimizi açıqlayacağıq. Niyə təhsildən başlayırıq ilk növbədə? Ona görə ki, bir millətin övladlarının gələcəyi, bir millətin taleyi bütövlükdə təhsildən asılıdır. Bütövlükdə təhsil milləti çiyinlərində saxlayan, millətin gələcəyini şəkilləndirən, gələcəyini layihələndirən bir projedir və dünyanın bütün ölkələrində təhsildən kənar qoyulan projelər, investisiyalar, layihələr nə qədər güclü olsa da, təhsilin üzərində dayanmırsa, o investisiyalar gec-tez dağılır. Azərbaycanda təhsilin vəziyyətinə qısa ekskurs etmək istəyirəm. Azərbaycanda təhsilin vəziyyəti sizləri qane edirmi? Azərbaycan vətəndaşları keyfiyyətli təhsil ala bilirlərmi və keyfiyyətli təhsilin nəticəsində Azərbaycan vətəndaşları gələcəyə ümidlə baxa bilirlərmi? Bəli, Azərbaycanda məktəblər də tikilir, Azərbaycanda yeni məktəb ocaqları da yaradılır, kompüterləşdirilir, müasir texnologiyaya uyğunlaşdırılır. Amma ildən ilə təhsilin səviyyəsi geri gedir. Bunu misal gətirmək üçün heç də uzağa getmək lazım deyil. Tələbə qəbul üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının keçid balları hər il qruplar üzrə aşağı salınır. Bu təhsilin göstəricisidir. Bu təhsilə Azərbaycanda analoji münasibətin nümunəsi kimi xarakterize oluna bilər. İkinci bir tərəfdən, Azərbaycanda təhsil sistemində çalışan müəllimlərin əmək haqqları olduqca aşağıdır. 24 saat Nazirlik, Maliyyə Nazirliyi və Təhsil Nazirliyi bundan artıq dərs yükünü də götürməyə imkan vermir hər bir müəllimə. 24 saat dərs deyən müəllimin aldığı məvacib cəmi 168 manatdır. Sizcə, Azərbaycanda 168 manat maaş alan bir müəllim keyfiyyətli təhsil verib, gələcəyə insan yetişdirə bilərmi, şəxsiyyət formalaşdıra bilərmi? O öz ailəsini təmin edə bilmirsə, onun verdiyi əməyin müqabilində maaş ala bilmirsə, o insanlara hansı gələcək layihələrdə iştirak üçün keyfiyyətli və qabiliyyətli şəxsiyyət kimi yetişməyə, o cümlədən təhsil imkanlarını genişləndirməyə, təhsil verə biləcək səviyyəyə çatdıran bir mövqe sərgiləyə biləcək. Bütün bunlar hamısı Azərbaycan müəlliminin yaşadığı acı gerçəkliklərdir. Azərbaycanda bir olimpiya çempionuna bir dəfəlik mükafat kimi 400 min manat vəsait verilir. Amma bir müəllimin bu 198 illik maaşına bərabərdir. Azərbaycanda bu yayda Spartakiyada keçirildi tələbələr arasında birinci yeri tutanlara 50 min, onların məşqçilərinə 25 min manat vəsait verildi. Amma 700 bal toplayan abituriyentə heç həvəsləndirmək üçün prezident təqaüdündən başqa bir şey verilmir. Biz nə təklif edirik? Biz əvvəla təklif edirik. Azərbaycanda müəllimlərə yönəlik siyasət, məktəblərə yönəlik, təhsilə yönəlik siyasət kökündən dəyişməlidir. Bunun üçün ilk növbədə biz dərs verən müəllimlərin, tədrisdə çalışan müəllimlərin, onların sayı orta məktəblərdə 171 mindir. Onun 10 minə qədəri uşaq bağçalarında, yəni məktəbə qədər təhsil müəssisələrində, digərləri isə məktəblərdə çalışır. Onların maaşı ən minimum miqdarda 504 manat, ali məktəblərdə təhsil alanların maaşı isə 1000 manat olacaq. Təbii ki, elmi dərəcələr olarsa, elmi dərəcələr də bunun üzərinə gələcək. Bunun üçün çox vəsait lazım deyil, hörmətli televiziya tamaşaçıları. Cəmi 973 milyon vəsait büdcədən ayrılan bu vəsait həmin müəllimlərin əmək haqqlarının yüksəlməsinə xidmətləyir. Azərbaycanda təhsilin keyfiyyətini yaxşılaşdırmaq, repetitorluqdan xilas olmaq üçün məktəblərdə müəllimlərə verilən güvənc, müəllimlərin şəraitinin yaxşılaşdırması nəticə etibarilə ilə valideynləri yükdən azad edəcək. Onlar məktəblərlə yanaşı həm də repetitorlara əlavə pullar xərcləməyəcəklər və ailə büdcəsinə qənaət etmiş olacaqlar. Kənd məktəblərində bugün vəziyyət olduqca acınacaqlıdır. İllərlə, bəzən 10 illərlə Azərbaycan kəndləri var ki, orta məktəb şagirdləri abituriyent kimi imtahan verib, amma institutda, universitetlərə daxil ola bilmirlər. Təhsilin səviyyəsi bu qədər aşağı düşüb. Və sonda sual olunur, sabah həmin kəndlərdə bu qədər aşağı maaş hesabına hansı müəllimlər dərs deyib, yeni nəsil necə yetişdirəcəklər? Buna görə də kənd məktəblərində həvəsləndirici metodlarla məsafədən asılı olaraq 800 manat miqdarında, dağ rayonlarında isə 1000-1200 manat miqdarında müəllimlər maaş alacaq və ilk 5 ildən sonra bu maaşların üzərinə hər il artan gəlirlər əlavə olunacaq. Biz universitetlərdə rektorların seçilməsini təşkil edəcəyik. Rektorlar təyin etməyin üzrə olmayacaqlar. Biz universitetlərdə tələbələrin azad şəxsiyyət kimi formalaşmasına və ictimai siyasi fikrə münasibətdə yeni mövqe ortaya qoymasını sərgiləyən bir siyasətin tərəfdarı olacaq. Biz universitetləri ideolojilərə, müəllimləri ideolojilərə alət olan bir vasitəyə çevrilməyəcək. Bugün hakim partiyanın ideolojisinə çevrilən, hakim partiyanın
partiyanın siyasətini gerçəkləşdirən məktəb və universitet ordusu yaranıb. Bunların hamısını universitetlərdən sıxışdırıb çıxaracağıq və doğrudan-doğruda şəxsiyyətin yetişməsi üçün ciddi şərait yaradacağıq. Bugün əgər müəllimlər və tələbələr bu şəkildə tədrisdən və əməklərindən qiymət görəcəklərsə, bu şəkildə öz fəaliyyətlərini davam etdirəcəklərsə, Azərbaycanın gələcəyini tamamilə yeni bir formada təşkil etmək mümkün olacaq. Bugün Azərbaycanda bu istiqamətdə çox təəssüflər olsun ki, şəxsiyyət defisididir. Bu istiqamətdə insanlar daha çox siyasi partiyalılığa, gənclər hətta siyasi partiyalılığa bağlılıq münasibətinə görə seçilməyi nəzərdə tuturlar. Bütün bunların hamısını dəyişdirmək bizim üzərimizə düşür. Bunun hamısını dəyişdirmək və müəllimləri yeni bir dövrə qədəm qoymasını təşkil etmək, müəllimləri güvənli həyat şəraiti yaratmaq bizim üzərimizə düşür. Bunun üçün sizdən bircə xahişimiz var. Seçkilərə getmək, seçkilərdə bizim namizədə mənə səs vermək və həyatımızı ümidlə, həyatımızı istəklə, arzu ilə dəyişmək və gələcəyə yönəlik siyasətdə Azərbaycanda yeni bir dövr açmaq, yeni bir dövrün başlanğıcı qoymaq. Hamınızı seçkilərdə səs verməyə çağırıram. Təşəkkür edirəm. İqbal Ağazadə, sizin üçün təşviqat üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. İndi isə üşkatma arzuluna görə Ədalət Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlyas İsmailovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov. Buyurun. Axşamınız xeyir, hörmətli seçicilər. Ölkəmiz çox ciddi bir siyasi aksiya qarşısındadır. Belə bir məqamda təbii ki, insanlar gözlərini ictimai televiziyaya dikiblər və prezidentliyə namizədlərin onların problemləri ilə bağlı söyləyəcəkləri fikrə diqqətlə qulaq asırlar. Amma biz bilirik ki, populist vədlər vəziyyətdən çıxış yollarının göstərilmədən, sadalanmadan, problemin üzərinə getmədən, yalnız seçici rəğbəti qazanmaq naminə yönəlmiş fikirlər heç bir effekt verə bilməz. Çünki bugün dünya miqyasında çox mürəkkəb hadisələr baş verir. Bir sıra müsəlman dövlətləri gözümüzün qarşısında vətəndaş müharibəsinə sürüklənir. Belə ziddiyyətli bir məqamda Azərbaycan Respublikasına bəzən təhdidlər gəlir. Həm Qərbdən, həm Birləşmiş Ştatlardan Azərbaycan təhdidlərlə üzləşir. Azərbaycanda ikinci Ərəb Bahar inqilabının olacağı söylənilir və çox təəssüf ki, Azərbaycan daxilində buna da bəzən dəstək verilir. Məsələ ondadır ki, populist vədlər və yaxud da icazə verilmiş qəhrəmanlıqlarla seçiciləri ələ almaq və yaxud kimlərinsə sifarişi əsasında və missiya götürərək xalqa yalan danışmaqla bu seçkilərdə qələbə qazanmağa mümkün olduğuna inanmıram. Ədalət Partiyası bu fürsətdən istifadə edərək təkcə problemləri kimlərsə kimi sadalamaqla kifayətlənmək istəmir. Həm də bu problemlərdən çıxış yolunu göstərmək niyyətindədir və mən bunu növbəti çıxışımda deyəcəm. İlyas İsmailovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov, sizin 4 dəqiqə 26 saniyə vaxtınız qalır. İndi isə sırada Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev. Buyurun Hafiz Bey. Axşamınız xeyir, əziz seçicilərim. Dünən biz bu studiyada olarkən radyo ilə çıxışımızda Dağlıq Qarabağ məsələsinin həllində Müasir Müsavat Partiyasının konsepsiyasını irəli sürdük və Dağlıq Qarabağ hakimiyyətə gələcəyim təqdirdə 6 ay müddətində Dağlıq Qarabağ məsələsini həll edib 1 milyon qaşqınımızı öz dədəbab torpaqlarına qaytarılmasına necə dəlilər müəyyən məsələlər dedim. Burada bilirsiniz ki, Azərbaycanda bugün son vaxtlar çox güclü bir ordu yaranıbdır və bu ordunun biraz da gücləndirib Dağlıq Qarabağı yox, hətta oradan vaxtilə bizi dədəbaba torpaqlarımızdan qovduğu Göyçə, Zəngəzur və İrəvana qədər biz bu torpaqları almağa qadirik. Gəlin görək, içimizdə olan prezidentdən namizədlərin bəziləri bunu istəyirlərmi? Qətiyyən istəmirlər. Bugün Dağlıq Qarabağı həll etmək məqamında bizim içimizdə olan bəzi dırnaq arası milli qəhrəmanlar, milli satqınlar başlayırlar özlərinin himayədarlıq etdiyi xarici dövlətlərə danışlar verməyə. Mən dünənləri çox buradan çıxandan sonra partiyanın qərargahına getdim və gedəndən sonra baxdım ki, bu satqınlar bir şurası yaranıbdır Azərbaycanda. Hansı hakimiyyətdən qovulan hamısı oradadır. Azərbaycana nə qədər xəyanət edən insanlar var, hamısı orada yerləşmir. Bugün dünənləri partiyamızın qabağına Qarabağ məsələsini həll etmə konsepsiyasını açdığım ərəfədə bir qrup, bu Satqınlar Şurasının ofisinlə bizim ofisin arasında çox qısa məsafə var. Bir qrupu göndəriblər. Hafiz Hacıyev, sən televizorda bizim namizədliyimizə prezidentliyə namizədi Cəmil Həsənlini nəyini mən təhqir edim. Cəmil Həsənli də bəni bizi təhqir eləmişdi. Cəmil Həsənli əslində burada bizdən oturmağı özünə ağır bilmişdi. Cəmil müəllim, yığışdırın o Azadlıq qəzetinin ermənilərin maliyyəsindən axşama qədər mənə söydürsən. Niyə büyün mənə söydürsən? Mən şeylərin, ingilislərin qudası zat deyiləm ki.
Mən Azərbaycanda milli maraqlara xidmət edən insanam. Sənin orada bir dənə Kərimov Ali kimi şəxsiyyətsizlik oturubdur. Qəmbarov sən kimi oğlunu Nigodunu eləyib 3 ayda Azərbaycan gençliyini gətirib başını pozan insan oturubdur. Sən niyə gəlirsən buraya? Mən sana dedim, o dəfə dedim, prezident seçiləcəm, ben olacağım. Sən heç olmazsa bir kafedraya müdür qoymaq istirdim ki, mən orada yazırsan, yev başını girəliyəsən. Nə isə göndərirsən mənim üstümə sən o cəmaatı? Yığışdırın özünüzü. Canınız üçün sizi məhv eləyərəm. Siz məni məhv eləyənməzsiniz. Mənim arxamda Azərbaycan xalqı durur, 4 milyon yarım qərb Azərbaycanı durur. Sizi kimi satqınların arxasında sizin qudalarınız ingilislər durur. O da bizim kızımızdır. Senin kızın da ben xətrini çok istedim. Ama sen İngiliz'e verirsen, o İngiliz'in tapşırığıyla burada Azərbaycanda siz inqilab eləmək istəyirsiniz. Onu görənməyəşdiniz, yığışdırın hamınız özünüzü. Biri de benim sol tarafımda oturup durur burada, agentin biri danışır, durur, cırır gedir. Niye cırırsınız oturup benden üzbəyüz? Hani kaçırsınız? Hani sizin o sapkın Qəmbarovsa? Hani Elçibəyə zəhər verib öldürən Kərimov Ali kimi şəxsiyyətsiz? Ailəsini Londonda qoy. Gəlib burada Azərbaycanda devlət çeviriş eləməkdir. Onu siz görəm, mən gələm hakimiyyətə. Mən fikirləşdim, sizə hörmət eləyəm. Amma sizin hamınızı belə geçsəniz, hamınız mənim vaxtımda damda oturacaqsınız. Bir humanist prezidentin gəlib siz düşübsünüz əhatəsinə. İlham Əliyev bu qədər demokrat oldu, humanist oldu, hamınız düz alıbsınız. Yığışdırın özünüzü, mən söhbətimi dayandırıb sizin danışacağım indi. Hafiz Hacıyev, sizin 2 dəqiqə 57 saniyə vaxtınız qalır. Mən seçki məcəlləsinin 88-ci maddəsini bir daha iştirakçıların diqqətinə çatdırmaq özümə borc bilirəm. İndi isə sırada prezidentlər namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyev. Buyurun. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun, hörmətli soydaşlarım, hörmətli rəqiblərim. Mən isə verirəm ki, Azərbaycanın bugünkü vəziyyətinə bağlı olaraq biz mütləq yenilişçi, həm də inkişaf eləmiş bir siyasət və mühafizəkar bir siyasət yürütməliyik. Düşünürəm ki, bu siyasətin həyata keçməsi üçün hamımız səfərbər olmalıyıq, amma ən mühümü ziyalılarımızın səfərbər olmasıdır. Amma etiraf olunmalıdır ki, Azərbaycan hökumətinin yürütdüyü yanlış siyasətin nəticəsində Azərbaycan ziyalıları bu potensial kimi öz imkanlarını ortaya qoymaq imkanından məhrumdular. Bizim beynəlxalq deyilən bir termin vardı. İnsanlarımızın əksəriyyəti ən yaxşı mütəxəssislərimiz ölkəni tərk etmək məcburiyyətində qalıbdılar. Əgər baxsaq, xarici ölkələrdə bizə mütəxəssis kimi dəvət olanlar, eyni gücə malik olan mütəxəssislərimiz kənarda qalıbdır və öz imkanlarımızdan istifadə edə bilmirik. Onlar ölkədən qovulmuyublar, amma onlar ona münasibət məcbur edib ki, ölkəni tərk eləsinlər. Mən bir dəfə Milli Məclisdə korrupsiyanın qarşı mübarizədən bağlı çıxışımda bildirdim ki, əgər bir korrupsiya qarşı mübarizədə bir müəllimin, həkimin və yaxud da bir hər hansı bir məmurun 5-3 manat almasını korrupsiya faktı kimi inzibati qaydaların qarşılanmaqdan söhbət gedirsə, bu məsələni aradan qaldırmağa kifayət eləməyən bir yanaşmadır. Çünki əgər bir müəllim, bir həkim ya 150 manat civarında ailəsini ac saxlamaq və acından ölmək və yaxud da 5-10 manat alıb onu saxlamaq, sağ-salamaq seçimin qarşısında ikincini seçirsə və korrupsiya adı altında sabah cinayətkar çevrilirsə, bu daha çox hakimiyyətin yanlışıdır. Biz insanlarımıza sahib çıxmalıyıq, onları gözü qıpıq etməməliyik. Məmurlarımız da eyni aqibəti yaşayırlar, onlar da sahib çıxmaq lazımdır və düşünürəm ki, onun üçün nə qədər gec deyil mütləq bir kadr bankı yaranmalıdır. Ölkəmizdən kənarda olan bütün ziyalılarımız, müəllimlərimiz, yaxşı mütəxəssislərimiz, həkimlərimiz o kadr bankında keyfiyyətlər göstərilməlidir. Bu kadr bankına Borçalı doğumlu, Dərbənd doğumlu, Güney Azərbaycan doğumlu insanlarımız, diasporada olan insanlarımız da daxil olunmalıdır. İnsanlarımız bağrımıza basılmalıdır və onların potensialından istifadə etmək bizim ən vacib şərtlərdən birisidir. Mən dünənki çıxışımda da bildirdim ki, İsrail kimi kiçik bir dövlət, ərazi bizim itirdiyimiz ərazilərdən kiçik bir dövlətdir. Hava məkanında təyyarələr belə məşq edə bilmir. Ərazisindən bir ədəd çay belə axmayan bu dövlətdə, heç bir yeraltı yerüstü sərvəti olmayan bir dövlətdə, Şimali Afrikadan daş kömür gətirib enerji istehsal edən bir dövlətdə illik milli büdcələri 177 milyard evro civarındadır. Yalnız intellekt səviyyəsində, intellektinə görə, insanlardan istifadə etmək bacarığına görə. Gərək ki, Morgenthau'nun bir təsnifatı vardı. Bir ölkənin deyir ki, əgər yeraltı yerüstü qaynaqları varsa, coğrafi imkanları yaxşıdırsa, bütün hər bir şey varsa, amma insan amilindən doğru istifadə olunmursa, bütün əvvəlki sadalatlı qaynaqlar heç bir əhəmiyyətli olmur. O mənada mən insanlarımıza sahib çıxmasının çox vacib olduğunu düşünürəm və fikrimi davam etdirəcəm. Fərəc Quliyev, sizin 3 dəqiqə 7 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçıların bir daha diqqətinə çatdırıram ki, siz qeydə alınmış prezidentlər namizədlərin təşviqatı üçün ayrılmış ödənişsiz efir vaxtında namizədlərin və namizədliyi qeydə alınmış, prezidentlər namizədliyi qeydə alınmış şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə dəyirmi masanı izləyirsiniz. İndi isə sırada prezidentlər namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədov. Buyurun Sərdar bəy. Axşamınız xeyir, hörmətli seçicilər.
Bugün biz prezident seçkilərindən namizəd kimi burada çıxış edirik. Ancaq mən düşünürəm ki, prezidentliyə öz namizədliyini irəli sürən hər bir adam hər şeydən övvəl bura çıxmamışdan bu konstitusiyaya baxmalıdır. Prezidentin səlahiyyətinə daxil olan məsələləri özünü öyrənməlidir. Azərbaycan konstitusiyasına görə prezidentin əsas vəzifələrindən biri konstitusiyada vətəndaşlara nəzərdə tutulmuş hüquqlara təminat vermək, həmin hüquqların icrasına nəzarət etmək və bu hüquqların hər hansı ad altında pozulmasının qarşısını almaqdır. Azərbaycan konstitusiyasında şəxsi həyata müdaxilə etməmək, şəxsi həyatın qorunması, toxunulmazlığı ilə bağlı konkret müddəa var. Bugün burada kimin övladı nə işlə məşğuldur, kimin qızı kimə ərə gedib, kimin oğlu kimi alıb, kimin arvadı harada nə işlə məşğuldur, bu kimi məsələləri qaldırmaq və yaxud da insanların qanunla müdafiə olunan şəxsi həyatına müdaxilə etmək, nəinki prezidentliyə namizəd, nəinki prezidentə, hətta heç bir Azərbaycan vətəndaşına yol verilmir. Burada biz toplantıdan qabaq hörmətli diktor elan elədi ki, Azərbaycan burada seçki məcəlləsində də göstərən müddəaya görə, qanuna görə də burada bir-birini təhqir etmək yol verilməzdir, burada insanları alçatmaq yol verilməzdir. Mən çox təəssüf edirəm ki, bugün xalqın qarşısına çıxırıq, öz proqramımız, platformamızı demək əvəzinə, Azərbaycanda siyasi mədəniyyəti yüksəltmək istiqamətində konkret addımlar atmaq əvəzinə bu cürə konstitusiya ilə qadağan olunmuş addımlar atırıq. Əgər bugün kimsə prezidentliyə namizəd kimi konstitusiyanı pozur, sabah o prezident olarsa Azərbaycanda nələr baş verə bilər? Ona görə mən çox xahiş edirəm yoldaşlardan bir-birinin şəxsi həyatına müdaxilə eləməsin. Heç kəsin övladı haqqında, heç kəsin həyat yoldaşı haqqında, heç kəsin özü haqqında burada televiziyada milyonlarla tamaşaçının gözü qarşısında qanunla qadağan olunmuş çıxışlar eləməsin. Mən ümumiyyətlə Azərbaycanda problemlərimizin qaynaqlanmasının əsas səbəblərinin birini Azərbaycanda sosial dövlətin olmamasına görürəm. Ona görə də prezident seçilərəmsə Azərbaycanda sosial dövlət quruculuğu ilə məşğul olacağım. Sosial dövlət nə deməkdir? Sosial dövlət o dövlətdə ki, övladlar valideynlərindən, valideynlər övladlarından asılı deyil. O dövlətdə ki, xəstələr sağlam insanlardan asılı deyil və yaxud da kiməsə möhtac deyil. O dövlətdə ki, insanlar işlərini itirərkən həm də bütün yaşamaq imkanlarını itirmirlər, bu sosial dövlətdir. Sosial dövləti yaratmaq üçün hər şeydən əvvəl Azərbaycanda bütün vətəndaşlar dövlətin təminatı altına almalıdır. Məsələn, biz dünyada bəlkə də analog olmayan bir dövlətik ki, burada uşaqlara müavinət verilmir. Biz bəlkə də dünyada analog olmayan bir dövlətik ki, burada işini itirən insanlar o qədər az miqdarda dövlət vəsaiti ilə təmin edilir ki, onlar nəinki öz ailələrini yaşada bilmirlər, hətta ölkəni tərk etməyə məcbur olurlar. Bugün bu sir deyil ki, Azərbaycanda intiharlar demək olar ki, dünyanın əksər ölkələrindən daha çoxdur. Bu sir deyil ki, bu yaxınlarda beynəlxalq hesabatlardan da biz gördük ki, Azərbaycan ağır cinayətlərin törədilməsinə görə dünyada 3-cü yerdədir. Baxın, vaxtilə bizim övladlarımız öz babaları və nənələri üçün ölümə hazır olduğu bir xalqdan bugün öz nənəsinin 200 manatını uğurlamaq üçün dostları ilə gedib onun evində qətlə yetirən bir millətə çevrilmişik. Bugün öz övladını naminə, həyatını qurban verən ataların, anaların yaşadığı bir dövlətdən öz övladının orqanlarını satan, öz övladlarını insan alveri eləyən insanlara təhvil verən valideynlərin yaşadığı bir ölkəyə çevrilmişik və bunun da başlıca səbəbi məhz sosial dövlətin olmaması, insanların dövlət tərəfindən təminat altında alınmamasıdır. Mən prezident olaramsa, birinci, hər bir uşağa aylıq minimum əmək haqqı qədər müavinətin verilməsini təmin etməliyəm və övladların, valideynlərin təminatından asıllığını mütləq kəsməliyik. Çünki bugün nəyə görə valideynlər övladları işə, uşaq əməyini, qul əməyi kimi istismar edirlər. Nəyə ki, övladlarının orqanlarını satmağa məcbur olurlar? Sadəcə onları saxlama müqabilində. Əgər dövlət bugün uşaqları öz himayəsinin altırlarsa, heç bir valideyn uşağı istismar edə bilməz. Eləcə də övladları tərəfindən baxılmayan valideynlər dövlət tərəfindən himayə altına alınır və beləliklə də bu qocalıq yaşında baş verən problemlər Azərbaycanda biz rast gəlməliyik. Mən belə hesab edirəm ki, bugün Azərbaycanda 5 uşaq, 10 uşaq tərbiyələn uşaq bağçasında hər hansı bir müəllimliyə dövlət əmək haqqı verir. 150-200 manat əmək haqqı verir, ona təqaüd verir. Amma öz evində 15 uşaq saxlayan evdar qadın 24 saat bu uşaqlara baxır, əlavə olaraq ərinə baxır, əlavə olaraq təsərrüfata baxır. Amma
Buna dövlət tərəfindən heç bir təminat verilmir. Bu pensiya çıxa bilmir. Pensiya çıxacaq minimum əmək haqqı miqdarında pensiyadır. Mən prezident olaramsa birinci növbədə axırıncı övladı 18 yaşına çatana qədər evdarlıq müddətində qadınların o vaxt mütləq təqaüd müddəti kimi əmək stajı kimi hesablanacaq və bu qadınlara orta əmək haqqı həcmində təqaüdlər veriləcək. Mən əgər prezident seçilərəmsə, işini itirmiş işçilərin işləyən müddəti aldığı əmək haqqlarının 3 il ərzində 60% həcmində əmək haqqının ödənməsini təmin edəcəm. Bu dediklərim fantaziya deyil. Bu inkişaf etmiş ölkələrdə orta göstəricidir. Biz əgər deyiriksə ki, Azərbaycan dünyada ən inkişaf etmiş ölkədir, deməli bu vəzifələri yerinə yetirmək üçün Azərbaycan dövlətinin hər cür imkanı var. Sadəcə olaraq cəhd etmək lazımdır. Sadəcə bu problemləri görmək lazımdır və bu problemlərin həlli istiqamətində Azərbaycan xalqının yanında olmaq lazımdır. Hər bir vətəndaşın yanında olmaq lazımdır. Hər bir ailənin yanında olmaq lazımdır. Sərdar Məmmədov, sizin təşviqatınız üçün ayrılmış ödənişli efir vaxtı bitdi. Bugünlük qeydə alınmış prezidentliyə namizəd Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə. Buyurun. Bacılar və qardaşlar, mən Araz Əlizadə sosial demokratım və Sosial Demokrat Partiyası tərəfindən prezidentliyə namizəd irəli sürmüşəm. Mən çox ümid edirəm ki, qalib gələcəm. Mən çox sevinirəm ki, mənim bu günlər təbliğat dövründə səsləndirdiyim fikirlərə digər namizədlər də müsbət rəy bildirirlər və bununla həmrəy olurlar. Bu bizim logondur, bu bizim emblemdir. Bu nə deməkdir? Göy rəng Türk dünyasına məxsusluq. Aypara 8 güşəli ulduz bizim dövlətə məxsusluğumuz. Əldə tutulan qızıl gülsə bütün dünya sosialistlərinin və sosial demokratlarının rəmzidir. Bu insanlara məhəbbətdir. Sosial dövlət təklifi verən Sərdar bəylə mən tam razıyam. Sosial dövlət olmasa bu dövlət xaraba qalır. Dövlət məmurlara, oliqarxlara, sonra biznesmenlərə məxsus olmamalıdır. Dövlət xalqa məxsus olmalıdır. Bəli, uşaqlar doğulan gündən ali təhsilini başa vuranacan dövlətin himayəsində olmalıdır. Anaların ilk vəzifəsi onlara tərbiyə verib, onları vətəndaş, vətənpərvər böyütməkdir. Bugün mən ayrı şeydən danışacağım. Bugün mən danışacağım iqtisadiyyatı biz necə görürük. Burada dayandırıram. Araz Əlizadə, sizin 4 dəqiqə 39 saniyə vaxtınız qalır. Sırada isə prezidentliyə namizədliyi bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev. Buyurun. Axşamınız xeyir, əziz həmvətənlər. Bu günləri sözün doğrusu bu müzakirələrin gedişində hesab edirəm ki, xoşagəlməz bir hal baş verdi və Cəm müəllimə də müraciət edirəm ki, adekvat cavab verməyə çalışmasın. Hər halda kimsənin ailə həyatının burada müzakirə olunması qətiyyən yol verilməzdi. Kimlə ailə qurub və s. Biz başlasaq bu məsələləri müzakirə eləsək, Hafiz Hacıyev. Xahiş edirəm. Bu heç kimə başucalığı gətirməz. Bu mənim şəxsi fikrimdir və etirazımı buradan bildirirəm. Keçirik əsas məsələyə. Biz Cəmil Həsənlinin siyasi mövqeyi ilə bağlı, onun keçdiyi yolundan bağlı, mövqeyindəki dəyişikliklərlə bağlı öz iradlarımızı bildirə bilərik və öz tənqidi fikirlərimizi söyləyə bilərik. Ona görə ki, mən də fikirləşirəm ki, Cəmil Həsənli narazı elektoratın səsini almağa əsas iddialı namizədlərdən biridir. Burada oturanların heç birini müxalifət saymır. Ona görə də biz bəzi məsələlərin ictimaiyyətə çatdırılmasında öz sözümüzü deməliyik. Məsələn, biz Cəmil Həsənliyə ünvanlaya bilərik ki, Cəmil Həsənli bir sənəd imzalayıb. Həmin sənəddə qeyd edir ki, o Əli Kərimlidən, İsa Qəmbərdən, Lalə Şövkətdən, Rəsul Quliyevdən ibarət bir koalisyon hökumət quracaq, özü də 2 il müddətinə. İndi məsələn, siz burada keçən dəfə mən dedim, məsələn, bu adamlarla qurulmuş hökumət Azərbaycanı hara aparıb çıxada bilər. Vaxtilə Lalə Şövkət istefa verəndə deyirdi ki, mən Rəsul Quliyevin bir korrupsioner kimi istifasını Heydər Əliyevdən tələb elədim və Heydər Əliyev bunu eləmədiyinə görə mən istifa verdim. Lalə Şövkət o vaxt istifa ərizəsi çap olunub yazırdı. Bugünkü iqtidarda korrupsiyanın, səriştəsizliyin və mədəniyyətsizliyin parlaq təcəssümü olan sizin yaxın ətrafınızda, yəni Heydər Əliyevə müraciət edirdi. Bundan sonra bircə işləməyin qeyri-mümkün olduğuna görə xahiş edirəm məni dövlət katibi vəzifəsindən azad edəsiniz. Və bugün Lalə Şövkət sentyabrın 7-sində bir müraciət yayıb. Həmin müraciətdə deyilir, Milli Şuranın üzvlərinə müraciət edir, rəhbərliyinə onu təsis edənlərə.
Bunlar isə heç bir vəslə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir və heç kim bunu yaddan çıxarmır. İndi əziz seçicilər, mən sizə müraciət edirəm. Bax, Rəsul Quliyevin verdiyi açıqlamalar hamımızın gözünün qabağındadır. İsa Qəmbər Layla şirkəti xarici kəşfiyyatı işləyən agent adlandırmışdı. Bizim buradakı rəqiblərimizin birini də demək MTN-nin hansısa əməkdaşının bir gədası adlandırmışdı. Yəni bu adamların quracağı hökumət bu ölkəni hara aparıb çıxada bilər. 93-cü ildə Gəncədə qiyam başlayanda Əli Kərimli, İsa Qəmbər və Panay Hüseynov qaçdılar, getdilər Daxili İşlər naziri Abdullah Verdiyevin otağından zəng elədilər Heydər Əliyev və özdə öz prezidentlərinə məlumat vermədi. O zaman Heydər Əliyev var idi və belə bir tarixi şəxsiyyət var idi ki, ona müraciətlər. İndi kimə müraciət olunacaq? Bunlar 6 aydan sonra ölkəni fəlakətə uğradarlar. Görün, indi heç bir səlahiyyətləri yoxdur. Bir-birini necə ağır ittihamlarla irəli sürürlər. Və bunların hərəsi bir səlahiyyət sahibi olsa, onlar bu ölkəni hara aparıb çıxadarlar, Cəmil müəllim? Mən bu barədə əlbəttə sonra da danışacağam, amma indi səhiyyə ilə bağlı istəyirəm bəzi səhiyyə sistemi ilə bağlı öz fikirlərimi sizlə bölüşüm. Azərbaycanda səhiyyə pulsuz olsa da, amma hamı bilir ki, vətəndaşlar nəzərə alır ki, həkimlərə 140-150 manat maaş verilir və bununla yaşamaq olmaz. Buna görə də həkimlərə pul verilir. Siz mənə ehtimat göstərərsinizsə, Azərbaycanda bütün dövlət səhiyyə obyektləri özəlləşdiriləcək. İcbari sığorta tətbiq olunacaq, Amerika Birləşmiş Ştatlarındakı kimi kasıb insanlar isə dövlət tərəfindən sığorta olunacaq. Və dövlət bu günləri ki, səhiyyə obyektləri tikir, onlar o vəsait kredit formasında sahibkarlara veriləcək və sahibkarlar hesab edirəm ki, o vəsaitdən daha səmərəli istifadə ediləcək, daha qənaətlə istifadə ediləcək və onlar dövlət büdcəsindən hətta vergi ödəyəcəklər. Mən hələlik çıxışımı burada saxlayıram. Qüdrət Həsənquliyev, sizin 1 dəqiqə 33 saniyə vaxtınız qalır. Sırada isə prezidentlər namizədliyi Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Həsənli. Buyurun Cəmil. Hörmətli seçicilər, xoş gördük sizi. Bizim ikinci görüşümüzdür. Mənim Milli Şuranın namizədi kimi sentyabr ayının 22-sində gündüz saat 4-də deməli bir mitingim olacaq. Keçmiş Qələbə Kinoteatrının arxasında stadion var orada. Mən bütün vətəndaşlarımızı, tələbələri, gəncləri, inanclı insanları, pensiyaçıların hamısını ora çağırıram. Əli müəllim sual vermişdi. Mən Zərifə Əliyev adına oftalmologiya mərkəzinin mənim haqqımda olan tibbi rəyin qoyuram bura. İstəsə gəlib tanış ola bilər. Sağ olun, vaxtımı saxlayıram. Cəmil Həsənli, sizin 5 dəqiqə 19 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, qeydə alınmış namizədlərin təşviqatı üçün dəyirmi masanı izləyirsiniz. Namizədlərin əksəriyyəti artıq demək olar ki, öz çıxışlarından bir hissəsini və yaxud da ki, tamamilə istifadə edib, püşkatma ardıcılığına görə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc. Buyurun. Təşəkkür edirəm. Mən birinci növbədə burada əlbəttə ki, yaranmış ovqatın dəyişməsi naminə təkliflərimi səsləndirmək istəyirəm. Çünki neft mövzusundan başladımsa, mən düşünürəm ki, gələcək dövrdə biz Xəzər üzərində bir kosmik sistemin, yəni kosmodrom sisteminin yaradılmasına getməliyik. Bu, Azərbaycanın milli maraqlarına uyğun olan bir addım olacaqdır. Eyni zamanda Xəzərdə dəniz limanlarının sayının 5-ə qədər artırılması, bu da Lənkərana qədər yük daşımalar xidmətinin mərkəzi bir sistem kimi formalaşmasına imkanlar açardı. Eyni zamanda Beyləqanda keçmişdə hava limanı olub, onun Qarabağ hava limanı kimi istismara verilməsi də bizim maraqlarımıza uyğun olardı və s. Yəni, bütövlükdə götürdükdə mən düşünürəm ki, biz neftdən kənar iqtisadiyyatın formalaşması üçün bundan sonraki dövrdə də addımlar atmalıyıq. Davam edəcəm. Zahid Oruc, sizin 2 dəqiqə 36 saniyə vaxtınız qalır. Sırada prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Buyurun Əli müəllim. Əvvəla onu demək istəyirəm ki, prezidentliyə namizəd Cəmil Həsənlinin cavabı məni və güman edirəm ki, tamaşaçıları qane etmir. Biz sualımıza bu mənada cavab axtarırıq ki, Cəmil Həsənli, siz həqiqətənmi əmək qabiliyyətinizin tamamilə itirilməsində ifadə olan əlilliyə maliksiniz
Buna görə də ömürlük pensiya təyin olunub vaxtından əvvəl, yoxsa siz saxta yolla pensiya çıxıbsınız? Bu suala aydınlıq gətirməlisiniz. Ya siz həqiqətən əlilsiniz və iş qabiliyyətinizi itirmisiniz, ya da siz saxta şəkildə təqaüd alırsınız, pensiya alırsınız. Əziz televiziya seçkiləri, hörmətli televiziya tamaşaçıları, Yeni Azərbaycan Partiyası və hörmətli prezidentimiz seçkilər kampaniyasına sadəcə olaraq vədlərlə qoşulmayıbdır. Biz real işlərimizlə və real işlərimizi ifadə edən nəticə və uğurlarla seçki kampaniyasına qoşulmuşuq. İlham Əliyevin rəhbərliyi altında 10 il ərzində Azərbaycan möhtəşəm bir inkişaf mərhələsi yaşayıbdır. Bu illər ərzində Azərbaycan böyük dəyişiklikləri yaşayıb. Azərbaycanda iqtisadiyyatdan tutmuş həyatın bütün sferalarında hər şey dəyişibdir. İqtisadiyyat yüksəlibdir. Sosial münasibətlər yaxşılaşıbdır. İnsanların həyatı, həyat tərzi, həyat səviyyəsi yüksəlibdir. Azərbaycanın siması kökündən dəyişibdir. Və bütünlükdə Azərbaycan yeniləşib, müasirləşibdir. Güman edirəm ki, bunu Azərbaycanda hər kəs görür və qiymətləndirir. Ola bilsin ki, kimlərsə görmür. Yəqin ki, onlar gözlərinə linza taxıblar və o linzalarda problemlər var. Amma gözündə problemi və linzası olmayanların hər biri Azərbaycanın inkişafını görür, dəyərləndirir. Ən əsası isə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bu inkişafı, bu yüksəlişi, bu yenilikləri yaşadıklarına görə bütün bu illəri və bu illərə çəkilən zəhməti dəyərləndirirlər və bu dəyərlər də insanlarımızın münasibətlərində və prezidentimizi dəstəkləməsində, namizəd olaraq dəstəkləməsində özünün əksini tapır. Bu dəyişikliklər nədən ibarətdir? O barədə rəqəmləri isə biraz sonra mən sizin diqqətinizə çatdıracağım. Hələlik bu qədər. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətinin nümayəndəsi Əli Əhmədov, sizin 3 dəqiqə 14 saniyə vaxtınız qalır. Sırada prezidentliyə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə olmalıdır. O artıq vaxtından da istifadə edib və kadrlardan da gördüyünüz kimi studiyamızda tərk edib. Büşratma ardıcılığına görə prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas İsmailovun səlahiyyətinin nümayəndəsi Mütəllim Rəhimov. Buyurun Mütəllim bəy. Hörmətli seçicilər, yəqin ki, namizədlərin çıxışında da gördünüz. Sizin bir çox problemlər burada sadalandı. Təbii ki, bu problemləri sizdən daha yaxşı bilən ola bilməzdi. Müəllimlərin az əmək haqqı aldığını, həkimlərin daha az aldığını, insanların sosial fəlakət içərisində yaşadıklarını saymaqla nəyə nail olmağı mümkünlüyü mənə çatmır. Və bunu başa düşmək olduqca çətindir. Sadəcə olaraq bu vəziyyətdən təbii ki, çıxış yollarının göstərilməsi daha yaxşı olardı və hesab edirəm ki, bir hissənin yaşamaq üçün hakimiyyətin qapısını dabanından çıxartmasını, digərlərinin isə Amerika Birləşmiş Ştatlarının və Qərb səfirliklərinin qapısının qabağında oturaraq özlərini yaşadanların bu problemlərə yanaşmaları sizi aldatmamalıdır. Məhz uzun müddət dövlətçilik təcrübəsinə malik, dövlətdə yüksək vəzifə tutmuş şəxsin bu problemləri görərək onların həllini elmi və dövlətə layiq şəkildə aradan qaldırılması istiqamətindəki görüşləri təbii ki, sizin seçiminizə təsir edə bilər. Mən düşünürəm ki, ölkədə baş verən problemlərin böyük əksəriyyətinin günahkarını müxalifətin üzərinə qoymaq düzgün deyil. Burada böyük bir günah təbii ki, iqtidarın üzərindədir. Dünyada bir inanc insanlarına qarşı, müsəlmanlara qarşı bir mücadilə gedir. Bəs Azərbaycanın içərisində namaz qılan, öz dininə, Allahına tapınan insanların İran agenti kimi damğalanmasına və həbslərə atılmasına nə ad vermək olar? Azərbaycanda azan səsi kəsilir və digər tərəfdə kilsələrin zənglərinin səsi ucalır. Buna nə ad vermək olar? İkinci bir tərəfdən Azərbaycanda Qərbin, Amerikanın agentləri fəxarətlə gəzirlər, sinələrinə döyərək və bununla fəxr eləyirlər. Buna nə ad vermək olar? Bu, Azərbaycanda mənəvi degradasiyanın olduğunu göstərir və təbii ki, Azərbaycanda qərbə inteqrasiyanın bir mənalı olaraq tərəfdarı olanlar, İslamın, dinimizin, milli mənəvi, əxlaqi dəyərlərimizin üzərindən xət çəkənlər bunu Azərbaycanı har apardıqlarını çox gözəl dərk etməlidirlər. Davam edəcəm. Mütəllim Rəhimov, sizin 2 dəqiqə 22 saniyə vaxtınız qalır. Sırada prezidentliyə qeyd alınmış namizəd Hafiz Hacıyev. Buyurun. Əziz xalqım, əziz Qarabağlı qardaşlarım, mən Qarabağ məsələsini 6 aya həll edəcəm, 6 aya qaytaracam və paytaxtı Xankəndə eləyəcəm. Bundan sonra fikirlərimi davam etdirəcəm. Hafiz Hacıyev, sizin 2 dəqiqə 46 saniyə vaxtınız qalır. Prezidentliyə namizəd Fərəc Quliyev. Buyurun Fərəc bəy. Dəyərli soydaşlarım, mən
toxunduğum problemlərdə davam eləmək istəyirəm ki, əgər bizim insanlarımıza sahib çıxmağımız qaydasında olmazsa, bizim insanlarımıza başqaları sahib çıxacaqlar. Bir millət əskərinə sahib çıxmazsa, onun torpaqlarına düşmənlər sahib çıxır. Bir millət ziyalısına sahib çıxmazsa, onda onun qafasına başqa millətlərin və dövlətlərin, düşmən dövlətlərin zehniyyəti doldururlar. Yaxın zamanlarda bizim ziyalılarımızı Moskvada Volodinlərin bağrına basmasına şahid olduq. Onların Rüstəm İbrahimbayevin siyonəzisindən Azərbaycana qarşı 12 iyulda Moskvada Cərrahi Enstitüsünün Aksalında Azərbaycana qarşı ciddi şəkildə təxribatlara yönədilməsinə şahid olduq. Biz insanlarımızdan imtina eləməli deyilik və onlara sahib çıxmalıyıq. Adamlarımıza sahib çıxmaq çox da çətin məsələ deyil. Müəllimlərimizin, alimlərimizin durumunu dəyişmək çox asan məsələdir. Əgər mən büdcə ilə bağlı parlamentdə məsələlərə toxunmuşdum. Elmlər Akademiyasına 74 milyon manat vəsait ayrılırsa, bu gülməli bir rəqəmdir. Mən Polşada oldum, orada təkcə bir universitetə 120 milyon evro vəsait ayrılmışdı. Mən Volçikdən soruşdum ki, bu qədər vəsait bir universitetə niyə ayırıblar? Adam deyir ki, biz Avropa təhsilatlarına kadr hazırlayırıq və təsəvvür edin ki, keçən il onların səyi ilə Polşaya 78 milyard evro əvəzsiz vəsait verilibdir. Yəni, insana qoyulan investisiyanın ən azından maddi cəhətdən də əvəz ödənilir. Biz də insanlarımıza dəyər verməliyik, onların əvəzini almağı da yaxın zamanlarda görəcəyik. Nə böyük şeydir ki, bizim müəllimlərin vəsaitini artırmaq. Təkcə küçələrin bərpası, şəhərin bərpası adı altında israfçılığa yol verilən vəsaiti toplasan, 3-4 dəfə artıq müəllimlərə, həkimlərə pul vermə imkanı yaranar. Biz tələbələrimizi oxuduruq və buradakı olan tələbələrimiz, hər birimiz kətdən oxuyub gəlmiş adamlar var burada çoxlu. Adamlar boğazından kəsib uşaq oxudurlar və bir də haradasa kirayə pul verməyə məcbur olurlar. Nə böyük şeydir ki, o tələbələr üçün yurtların salınması, tələbə şəhərciklərin hazırlanması, onların bir yerdə güvənli şəkildə yaşamasını təmin etməyin, orada kitabxanaları, idman meydançalarının yaradılması. Bunlar eləmək mümkündür və sadəcə bunu istəmək lazımdır. Biz əgər bu addımları atarıqsa, qısa zaman ərzində o insanlarımız vətənə qayıdarsa, onda çox ciddi nailiyyətlər əldə edə bilərik. Mən dünün də dedim, bir vaxtları Putin Yahudi mənşəli iş adamlarını ölkədən bir formada çıxarmışdı, pullarını əlindən almışdı. İndi milyarderlər klubu yaratmanın Azərbaycanlı milyarderlərdə bir formada vəsaitini bir daha Azərbaycana qoymamağının yolunu tapdı. Biz ölkəmizdə olan insanların xaricin əlində qalmasına, vəsaitdən orada qalmasını qarşısını almaq üçün proqramlar hazırlamalıyıq və bunun üçün ən böyük addım məncə böyük bir amnistiyadan keçir. Kənarda olan, müraciətdə olan, hər hansı bir xətalar buraxmış bütün insanlarımızı amnistiya edib ölkəyə qaytarmaq lazımdır. O insan potensialını bir yerə qoyub iç güclərimizi sökənməliyik. Əgər iç güclərimizə sökənəksə biz millətimizin dərdini qısa zamanda həll edə bilərik. Qarabağ problemində həlli buradan keçir. Ölkənin ərzaq təhlükəsizliyi məsələsi də həlli buradan keçir. Millətimizin inkişaf eləməsi məsələsi də buradan keçir. Mən bütün bunların həyata keçirilməsi üçün əgər etimadınızı qazanıramsa, müəyyən proqramları həyata keçirəcəm. Fərəc Quliyev, sizin üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. Sırada Prezidentliyə namizəd Sərdar Məmmədovdur, amma o artıq təşviqat vaxtından istifadə edib. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə. Buyurun Araz bəy. Bacılar və qardaşlar, mənim fikrimcə Azərbaycan iqtisadiyyatının gələcəyi aqrar sənayedir. Bizim iqtisadiyyatımızın lokomotivi aqrar sənaye olmalıdır. Biz neftdən əldə etdiyimiz pulları torpağa qaytarmalıyıq. Elə eləməliyik ki, bizim insanlar torpağa qayıtsın. Bugün bizim kəndistanımız bərbad vəziyyətdədir. Kişilər hamısı pul dalıcı, çörək pulu dalıcı, keçmiş SSR-nin yaranmış dövlətlərə yayılıblar. Kəndlərdə ancaq qadınlar və qızlar qalıblar, gəlinlər qalıblar. Qalan əhali isə Bakıya axışıb. Bakı əslində 2 milyondan artıq insanı həzb rəqabədən keçirə bilməz, bizdə 4 milyona yaxın adam Bakıda yaşayır. Biz kəndistana pul qoymalıyıq, torpaq bankı yaranmalıdır ki, insan torpağın girov qoyub, oradan 2-3% deməli götürsün, kredit götürsün, onu xərcləsin texnikaya, onu xərcləsin buğdaya, onu dəncləsin bitkilərə, gübriyə və s. Biz leasing parkı yaratmalıyıq güclü ki, orada çox ucuz qiymətlərlə kəndlərə, fermerlərə bu maşınlar leasinqə verilsin ki, onlar öz məhsullarını yığa bilsinlər, bazara çıxarda bilsinlər. Burada satırlar, burada satsınlar, kənarda satırlar, kənarda satsınlar. Çox acınacaqlıdır ki, Azərbaycan hal-hazırda o qədər buğda deməli yetişdirir ki, Azərbaycan özünə bəs eləyər, amma biz buğdanı xaricdən alıb gətiririk. Çox baha qiymətə alıb gətiririk. Bugün bizdə buğdanı səpin vaxtı almırlar xaricdən. Artıq məhsul yığılandan sonra alırlar. Bu isə daha da bahalı olur.
Əgər biz kəndimizi bərpa etsək, insanları keçmiş əsəri məkanından yığıb evlərə qaytarsaq, gəlinlərimiz öz əlləri ilə yaşasalar, əgər biz kəndimizi çiçəklənsə Azərbaycan bütün dünyaya ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları satan bir ölkə ola bilər. Çox sağ olun. Araz Əlizadə, sizin 2 dəqiqə 40 saniyə vaxtınız qalır. Sırada prezidentliyə namizədlik Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevdir. Buyurun Qüdrət bəy. Əziz həmvətənlər, mən növbəti verilişdə bizim xarici siyasət haqqında sizə məlumat verəcəm, amma bu narazı elektoratın səsinə əsas iddiaçı olan Cəmil Həsənliyə bir sualım var. Cəm müəllim 16-sında keçirilən mətbuat konferansında qeyd edib ki, Milli Şuranın xarici siyasət kursu Avro-Atlantik məkana inteqrasiyadır. Amma Cəm müəllim görünür yadından çıxadıb ki, onun prezidentliyə namizədliyi irəli sürülərkən ona bir sənəd imzalatdırıblar. Həmin sənəddə qeyd olunur ki, xarici siyasət kursu Milli Şuranın təsis bəyannaməsinə uyğun olaraq həyata keçirilməlidir. Və orada da qeyd olunur ki, xarici siyasət kursunu yalnız Avro-Atlantik məkana inteqrasiyanı yalnız referendum yolu ilə həll edəcəyik. Bu da onunla bağlı idi ki, Putinə xoş gəlmək üçün, Rusiyanın dəstəyini almaq üçün, yəni bunu Azərbaycanda bilməyən yoxdur. Görünür, Əli Kərimov mod salıb, o vaxtı ilə sənəd imzalamışdı ki, parlamentə getməyəcək, amma sonradan parlamentə getdi. Düzdür, Əhəd Abiyevin təhqirlərindən sonra, 2 ildən sonra parlamenti tərk elədi, amma ora gedəndə demişdi ki, mən ora mübarizə üçün gedirəm, hətta bu mübarizədə həyatımı da itirməyə hazıram. Mən indi soruşmaq istəyirəm ki, Cəm müəllim burada söyləsin ki, niyə özünü qərbpərəs, qərb demokratiyasına bağlı olan insanlar birdən-birə bu belə bir məsələnin referendum yolu ilə həllinə getdilər və niyə onlar bütün demokratik dünya tərəfindən tənqid olunan Putinə bir böyük demokrat kimi müraciət elədilər. Gələn dəfə mən həmin məktubu burada ictimaiyyətə təqdim edirəm. Qüdrət Həsənquliyev, sizin üçün ayrılmış təşviqat vaxtı bitdi. Sırada prezidentliyə namizədliyi Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Həsənlidir. Buyurun Cəmil. Təşəkkür edirəm. Hörmətli seçicilər. 20 ildən artıqdır ki, Yeni Azərbaycan Partiyası bizim ölkəmizdə kriminal bir hakimiyyət yaradıb, bir korrupsiya bataqlığı yaradıb. Mən Kür və Zaqatala məsələsinə toxundum. 1 milyard 69 milyon vəsait ayrılıb bu fəlakətdən qurtarmaqdan ötürü. Yer gəlmişkən Van zəlzələsindən sonra Türkiyə bütün Vanı və Van şəhərin 392 milyon manata bərpa elədi. Eksperti yoxlamalarından sonra məlum oldu ki, ayrılan vəsaitlərin 65-70% yeyilibdir. Ona görə də xalqın fəlakətləri üzərində gəlir götürən adamları öz əməllərindən utanmalıdır. Eyni zamanda mən İlham Əliyevin 3-cü müddətə prezident seçkilərinə qatılması ilə bağlı bir kəlmə demək istəyirəm. İlham Əliyevin 3-cü dəfə prezidentliyə qatılmasına qanun icazə vermir. Bu antikonstitusiyondur. Seçki məcəlləsi buna yol vermir. Çünki mövcud konstitusiyaya görə İlham Əliyev 2 dəfə prezident seçilib, konstitusiya and içib. Yalnız 2-ci dəfədən sonra referendum keçirilib. Həmin referendumun İlham Əliyevə heç bir aidiyyəti yoxdur. Daha sonra İlham Əliyevin namizədliyi ləğv edilməlidir. Nəyə görə? Seçki məcəlləsinə və əsasnaməyə görə gəlirlər haqqında deklarasiya verilməlidir. Prezident olmaq istəyən adamlar şəffaf olmalıdırlar. Mərkəz Seçki Komissiyası açıqlasın ki, kim nə deklarasiya verib və mənə məlum olan odur ki, məndən başqa həyat yoldaşlarının gəlirləri barədə heç kəs deklarasiya verməyibdir. Və deməli, həmin deklarasiya ilk növbədə İlham Əliyevə aiddir. Çünki qanunda göstərilir ki, nikah müddətində ər-arvadın birgə qazandığı vəsaitlər onların birgə mülkiyyətidir. Bu olsa biz görərik ki, Dubaydan Virgin adalarına qədər, Malaziyadan Qətərə qədər olan bütün dünyanı bürünmüş Əliyev ailəsinin şirkətləri barədə deməli hansı sənədlər ortaya çıxar. Bir də seçki qanununu cənab İlham Əliyev pozub, təbliğata start vermədən televiziyalarda təbliğat aparıb. Bu səbəblərə görə onun namizədliyi ləğv olunmalıdır. Saxlayıram.
Cəmil Həsənli, sizin 2 dəqiqə 53 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, xatırladıram ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə sentyabr 16-sında keçirilmiş püşkatmaya görə bugün ödənişsiz efir vaxtı çərçivəsində biz namizədliyə qeydə alınmış prezidentliyə namizədlərin və namizədlərin səlahiyyətli nümayəndələri iştirakı ilə dərin masanı keçiririk. Mən xahiş edirəm, dərin masa iştirakçılarından onlar sakitliyə riayət etsinlər və bununla yanaşı mən bir daha Seçki Məcəlləsinin 88-ci maddəsini bizim dərin masa iştirakçılarının diqqətinə çatdırıram ki, kütləvi informasiya vasitələrində, yayılan çıxışlarda, təşviqat materiallarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini, nifrət və düşmənçilik yaradan təşviqat formasından sui-istifadə, hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə əqli mülkiyyət haqqında qanunvericiliyin pozulmasına səbəb olan təşviqat qadağandır. Bu, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır və bir daha qeyd edirəm ki, püşkatma ardıcılığı üzrə namizədlərdən bir neçəsi artıq vaxtından, tamamilə bəziləri isə bir hissəsini istifadə edib, püşkatmanın nəticəsinə görə söz vermə ardıcılığı üzrə prezidentliyə qeydə alınmış namizəd Zahid Oruc. Buyurun. Əziz həmvətənlər, bu məclisdə ən gənci mənəm, 41 yaşım var. Mən biraz yaşlı nəslin insanlarından doğrudan çox şeyləri yaxşı mənada öyrənmək istəyirəm. Cəmil Həsənli 10 il bizim parlament həmkarımız olub. 2009-cu ildə referendum keçirilərkən o qətiyyən bu mövqedə deyildi. Nə kriminal hakimiyyətdən danışırdı, nə referendumdakı irəliyə sürülən həmin qanunvericilik aktlarından danışırdı. Əksinə, siz sosial mediada onun o dövrki çıxışlarını izləyəcəksiniz və var, özü də onu izləyə bilər. Və orada o bu hakimiyyətin çox böyük uğurlarından danışır. Mən 10 il ərzində Cəmil müəllimin addım-ba-addım hakimiyyətə yaxınlaşdığını görmüşəm. Birincini ötən dəfə hörmətli həmkarım Qüdrət Həsənquliyev söylədi. Xarici İşlər Nazirliyi ən yüksək qonorarla onun kitabını dərc edib. Bu bir qiymətdir. Sonra Cəmil müəllim hər yerdə Ulu Öndər Heydər Əliyevin telefon açdıraraq ona öz dəyərli məsləhətlərini, tövsiyələrini verdiyini deyirdi. O bununla öyünürdü. Bu bir rəhbər diqqəti idi. Bu bir rəhbər nümunəsi idi. Amma Cəmil müəllimin indi çevrəsində olanlar ona bu münasibəti göstərmirlər. Mən çox səmimiyyətlə deyirəm, Cəmil müəllim hələ də düşdüyü böyük oyunun eyfariyası içərisindədir. O bir müddət sonra bütün bu peşmanlıqlarını dərk edəcək. Mən bunu çox səmimiyyətlə söyləyirəm. Mən bura deklarasiya ilə gəlməmişəm. Mən bura təlimatla gəlməmişəm. Biz 10 il dediyimiz o dönəmlərin başqa bir mərhələsində Cəmil müəllim prezident yanında təhsil komissiyasına üzv seçilmişdi. Cəmi bir addım qalmışdı ki, hakimiyyət nümayəndəsinə çevrilsin. Mən başqa faktlara toxunmaq istəmirəm. Fərhad Əliyevin müdafiəsi onun heç bir halda içindən gələn və yaxud da ki, regional amildən gələn məsələ deyildi. Onun içərisində ayrı amillərdir. İndi ekranın o tərəfində dayanan insanlar düşünürlər ki, kimsə təklənib. Heç kim Cəmil müəllimi boks girinə çevirmək istəmir. Heç kim onun timsalında bir sosial məzlum, bir siyasi müdafiə ehtiyac alan adam kimi görmək istəmir. Amma mən sual edirəm, Milli Şura adlanır. Düz 100 il əvvəl olan şuranın adını daşıyırsınız. Tarixi şuurun, xalqın şuurundan istifadə eləmək istəmirsiniz. Rəsul Quliyevi təmsil edirsiniz. Rəsul Quliyev 100 il əvvəlki hansı şəxsin prototipidir, kimin eynidir? Ancaq mən sizə başqa bir məsələ deyə bilərəm. Hacı Zeynalabdin Tağıyevin nə Milli Şurası vardı, nə partiyası vardı. Amma 100 ildir o nə Leninə baxmadan, nə Nikolaya baxmadan xalqına xidmət elədi. Rəsul Quliyev isə bir kompüteri 17 ildir qabağına qoyub xəstə təfəkkürünü bu xalqa ötürməklə məşğul. Siz onu təmsil edirsiniz. Təəssüf zamanı başa çatır, əziz insanlar. Buradakı bu mühit cəmi 20 gündən sonra başa çatacaq. Lakin əminəm ki, siz öz mövqeyinizdə stabilsiz Azərbaycanın gələcəyini düşünürsünüz. Zahid Oruc, sizin üçün təşviqat vaxtında ayrılan, sizin təşviqatın üçün ayrılan efir vaxtı bitdi. İndi isə sırada prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Əli müəllim, buyurun. Mən prezidentliyə namizəd Cəmil Həsənlinin qətinə çatdırmaq istəyirəm ki, korrupsiya və talançılığa görə ar olmalı, ar etməli, utanmalı bir insan varsa, o da yəqin ki, Cəmil Həsənli olmalıdır. Çünki 20 il bundan əvvəl hakimiyyətdə təmsil olunarkən Azərbaycanın iqtisadiyyatını dağıdan, talan eləyən, ölkəni viran qoyan, Azərbaycanı bankrot vəziyyətinə salan sizin hakimiyyətiniz idi. Dağıtmaq nə mümkün idisə dağıtdınız. Satmaq nə mümkün idisə satdınız. Talan eləmək nə mümkün idisə və nə qədər mümkün idisə etdiniz. Azərbaycanın xəzinəsini boşaltdınız. Yeganə dünyada yəqin ki, dövlətdir ki, Azərbaycan o zaman büdcəsiz işlədi. Çünki büdcəni formalaşdıra bilmədiniz. Çünki hər şeyi dağıtmışdınız. Və hər şeyi dağıdıb yerlə yeksan eləyəndən sonra, ölkəni virana qoyandan sonra, əmin-amanlığı pozandan sonra hər şeyi qoyub qaçdınız.
Çünki hər şeyi dağıtmışdınız, hər şeyi məhv eləmişdiniz, hər şeyi mənimsəmişdiniz. Və sizdən Heydər Əliyev dağılmış bir Azərbaycanı təhvil aldı. Və bugünkü Azərbaycana gətirdi, çıxartdı. Siz bunu qiymətləndirə bilməzsiniz. Sizin istəyiniz yenə ondan ibarətdir ki, gələsiniz, Azərbaycanın indi formalaşan büdcəsini dağıdasınız. Yaranmış iqtisadiyyatını dağıdasınız. Azərbaycanın inkişafının qarşısını alasınız. İnsanların rifahının, əminamanlığın pozasınız. Sabitliyə, əminamanlığa yenə də bir bomba qoyasınız və Azərbaycanda hər bir insanın sabitliyi pozulsun. Siz bunu istəyirsiniz. Ona görə də kimin olsa da sizin və şəxsən sizin prezidentliyə namizəd kimi korrupsiyadan da, talançılıqdan danışmağa heç bir mənavi haqqınız yoxdur. Ən azından mənavi haqqınız yoxdur. Digər haqlarınız isə mən demirəm. Sualıma isə cavab verə bilmirsiniz. Fırıldaqçı elə sizsiniz ki, imkan düşən kimi çox müxtəlif yollarla özünüzə imtiyazlar qazanırsınız. Bu qədər hələlik. Əli Əhmədov, sizin 1 dəqiqə 12 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, qeydə alınmış namizədlərdən bir neçəsi onların təşviqatı üçün ayrılan efir vaxtından tamamilə istifadə edib. Ona görə də artıq mən onların adını sadalamıram. İndi isə Prezidentlərin namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas İsmayılov səlahiyyətinin nümayəndəsi Mütəllim Rəhimovun növbəsidir. Buyurun Mütəllim bəy. Hörmətli seçicilər, Ədalət Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlyas İsmayılov eyni zamanda bildiyiniz kimi Vətən blokunun namizədidir. Və İlyas İsmayılovun namizədliyini də çoxminli üzvlərə malik Azərbaycanda ən böyük partiyalardan biri Azərbaycan İslam Partiyası da müdafiə eləyir. Biz qərara gəlmişik ki, təkcə efir vaxtından istifadə etməyək, eyni zamanda yerdə, xalqın içində olaq, onların problemlərini bir daha öyrənək və baxışlarımızı təqdim eləyək. Elə bu məqsədlə sabah saat 12-də Xaçmaz şəhərində Prezidentliyə namizəd İlyas İsmayılov seçiciləri ilə görüş keçirəcək. Mən bütün Xaçmazlıları həmin görüşə dəvət edirəm. Eyni zamanda qeyd edeyim ki, sentyabrın 21-də İlyas İsmayılov Lənkəran şəhərində seçiciləri ilə görüş keçirəcək və bu görüşə də bütün Lənkəranlılar dəvət olunur. Hörmətli seçicilər, bugün Azərbaycanın problemlərindən çoxsaylı danışmaq olar. Amma bu problemləri təbii ki, qruplaşdırmaq lazımdır ki, Azərbaycanda bir real təsəvvür və mənzərə yaransın. İlyas İsmayılov hər dəfə qeyd edir ki, Azərbaycanın böyük problemi var ki, Azərbaycanın digər problemləri də məhz bunlardan qaynaqlanır. Bu, bir dövlət xadiminin, dövlət adamının sizin diqqətinizə çatdığı problemlərdir. Və düşünürəm ki, bu problemləri hər bir insan yaşayır və təbii olaraq hər gündə bundan çıxış yol axtarır. Bu problemlərdən biri təbii ki, indi Azərbaycanda ictimai fikrə əhəmiyyət verilməməsidir. Bütün kütləvi informasiya vasitələrində insanların bir yerə yığışaraq ifadə etdiyi fikirlərə demək olar ki, hakimiyyət tərəfindən heç bir reaksiya verilmir və bu fikir nəzərə alınmır. Baxmayaraq ki, dünyanın demokratik ölkələrində bir qəzet məqaləsinə görə, sosial şəbəkədə yayılan bir informasiyaya görə hakimiyyətlər istifaya gedir. Çox təəssüf ki, biz Azərbaycanda bunun şahidi olmuruq. Mən ictimai fikrə əhəmiyyət verilməməsini təkcə hakimiyyətin qüsuru hesab eləmirəm. Hesab edirəm ki, bu Azərbaycanda həm də müxalifətin böyük qüsurudur. Uzun illərdir bir partiyada əyləşən və bu partiyaları insarına çevirən şəxslər bugün Azərbaycan dövlətini idarə etməkdən danışırlar. Əgər bir partiyada ictimai fikrə əhəmiyyət verilmirsə, sabah dövlət vəzifəsində hansı fikrə əhəmiyyət verilməsindən, fikrə boyun əyilməsindən danışmaq olar. İkinci böyük problemimiz hesab edirəm ki, Dağlıq Qarabağ məsələsidir. 20 ildir Azərbaycan hakimiyyəti 20 ildən Rəhimov, sizin namizədin Prezidentlər namizəd İlyas İsmayılovun təşviqatı üçün ayrılmış ödənişli efir vaxtı bitdi. Ona görə də mən məcburam sizi saxlayayım. Prezidentlər namizəd Hafiz Hacıyev. Bəzən mənim oponentlərim də deyir ki, Hafiz bəy belə danışdı. Mən necə danışmayayım? Necə dözüm? Mən ikiyüzlülüyü sevmirəm. Cəmil müəllim bugün burada deyir Həsənov Cəmil. Niyə soruşmursan ki, Kərimov Əli, neçə ildir sənin ailən Londonda o villada nəyinə yaşayır? Niyə soruşmursan? Niyə soruşmursan ki, dünən sənə Robert Köçəryanın əmisi oğlu Manukar Köçəryan zəng edib? Nə deyildi sizə? Nə deyil? Onu niyə açmırsan bu xalqa? Niyə demirsiniz siz? Nə qədər bu xalqa xəyanət elədiniz? Elçi bəyə xəyanət elədiniz, Kərimov Əlinin evində aşın içində zəhər verdiniz, öldürdünüz. Bakı şəhər prokuroru cinayət ki, qaldırıqdır, bugün hakimiyyət nümayəndəsi burada oturubdur. Sizin hakimiyyətdə olanlar da satqındır. Niyə tədbir görmürlər? Bu satqına, bu əxlaqsıza. Hafiz Hacıyev, mən bir daha seçki məcəllənin 88-ci maddəsini xatırladıram. Hansı hesaba bugün o villalarda yaşayır? Yaxşı, bunu niyə demirsiniz? Mən, Cəmil müəllim, sizə bir də xəbərdarlıq edirəm. Bütün bu proseslərim, bir sizin qəzet yazır ki, Londondan Fransiyaya yazdılar. Nə yazdılar? Bunu yazan kimdir?
Mənim hörmətli qaz dostlarım burada deyir ki, bunu qohumları da oradan o şeyləri azıb göndərər. Kərimov Əlinin oğlu özü kimi gedib barlarda 100 dənə oyunlardan çıxır. Özünə oxşardır. Təbii o dövlətin qanunu, o cür məsələlərə gedir. Cəmil, Həsənov Cəmil burada başlayıb bizə dərs öyrədir. Siz də prezident olur ki, sənin o Satqın Qəmbərov Hüseynə Kərimov Əli şəxsiyyətlər gəlsin buraya. Mənəm prezident, Azərbaycanın bu cəfəki prezidenti mən olacağım. Sizə qanun duracağım. Siz Azərbaycanla sürgün edəcəm. Görəşdiniz, danışacağım sonra. Hafiz Hacıyev, 1 dəqiqə 20 saniyə vaxtınız qalır. Hörmətli dərin masa iştirakçıları, bir daha nəzərinizə çatdırıram seçki məcəlləsinin 88-ci maddəsini və bu maddədə təşviqat üçün ayrılmış ödənişsiz efir vaxtından sui-istifadə qadağan edilir. Və xahiş edirəm efirə, etikaya, tamaşaçılarımıza biz hörmətlə yanaşaq. İndi isə sırada prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə. Buyurun. Mən deyə bilmərəm ki, hal-hazırda iqtidar sosial sahədə heç bir iş görmür. İşlər görülür. Lakin mənim zənnimcə o qədər də yüksək səviyyədə yox. Bunun əsas bəlası insarçılıqdır, korrupsiyadır və oliqarxiyadır. Oliqarxiya insider informasiyasından istifadə edir və prezident hər dəfə maaşları, təqaüdləri artırdıqda onun ərəfəsində oliqarxlar, insarçılar qiyməti daha da yuxarı qaldırırlar. Məsələ burasındadır ki, Azərbaycanda qiymətlərin qalxması üçün heç bir iqtisadi əsas yoxdur, elmi əsas yoxdur. Azərbaycan manatı maşallah güclüdür. Dollar Azərbaycan manatına nisbətən aşağı düşür. Amma çox qəribədir. Ucuz dollarla mal alır gətirilir Azərbaycana, amma yüksək güclü manatla onun qiyməti artır. Mənə gəlir ki, Azərbaycanda açıq bazar iqtisadiyyatı, azad bazar iqtisadiyyatı ayaq tutub yeriyə bilmədi. Müəyyən müddətə biz tənzimlənən bazar iqtisadiyyatına keçməliyik və bu barədə gələn görüşlərimdə mən hələ çıxış edəcəm. Hələlik bu qədər. Araz Əlizadə, sizin 1 dəqiqə 32 saniyə vaxtınız qalır. Qeydə almış prezidentliyə namizəd Cəmil Həsənli. Gəlin işte 3 saniyə buradadır. 1 dəqiqə 32 saniyə Araz bəy. 35 il. Mən qutarandım. Mən həmişə baxıram. Sizin artıq mənə məlumat verirlər ki, 1 dəqiqə 32 saniyə vaxtınız qalıb. Təbii ki, 3 saniyə bizim heç bir namizədin vaxtından, ödənişsiz təşviqatından dayandırmaq fikrimiz yoxdur. Sadəcə bir daha xatırladıram ki, 1 dəqiqə 32 saniyə vaxtınız qalıb. Partiya var ki, sizə hərdən 34 saniyə bağışlayın. Xahiş edirəm, biz ora müdaxilə etməmişik, nəzərə alasınız və qeydə almış prezidentliyə namizəd Cəmil Həsənli. Buyurun. Əli Əhmədovun qaldırdığı o 2000-i mən sənədin gətirdim. Mən soruşmaq istəyirəm, Əli Əhmədov, İlham Əliyevin bu ölkədən çıxartdığı 48 milyardın kağızını gətirib, 75 milyon Dubay mülklərinin kağızını gətirib, New York məhkəməsinin təsdiq elədiyi şəxsən İlham Əliyevin aldığı rüşvətin kağızını gətirib, dünyanın müxtəlif ölkələrində Əliyev ailəsinin bu ölkədən oğurlayıb çıxartdığı mülklərin, vəsaitlərin, maliyyə vəsaitlərin kağızını gətirib, əgər o gətirməyibsə, mən onların hamısını gətirmişəm, bank hesabları ilə birlikdə gətirmişəm. Burada bilirsiniz, mən tarixçiyəm, Azərbaycanda heç vaxt belə bir hakimiyyət olmayıb ki, indiki qədər çirkəvə batsın. Azərbaycanda heç vaxt elə bir dövr olmayıb ki, bu qədər səviyyəsiz, intellektsiz, mədəniyyətdən və mənəviyyətdən uzaq adamlar eyni hakimiyyətdə təmsil olunsunlar. Burada deməli, burada söhbət nədən gedir? Bilirsən, hörmətli aparıcı, siz riayət eləyin. Başqasının təşviqatı üçün ayrılmış ödənişli vaxtından istifadə etməyə sizin ixtiyarınız yoxdur. Mənim vaxtımı saxlayın, mənim vaxtımı saxlayın. Saxlayın mənim vaxtımı. Hafiz Hacıyev, xahiş edirəm, dayandırılıb, Cəmil Həsənli sizin vaxtını dayandırılıb, Hafiz Hacıyev. Mənim 25 saniyə vaxtımı əlavə elə. Hafiz Hacıyev imkan verməyib mənə. Hafiz Hacıyev, Hafiz Hacıyev, Hafiz Hacıyev, Hafiz Hacıyev, Hafiz Hacıyev, mən xahiş edirəm. Bir-birimizə hörmətlə yanaşaq biz. O da hörmətlə yanaşaq. Biz tamaşaçıya hörmətlə yanaşaq. Biz tamaşaçıya və qanuna hörmət etməliyik. Seçki məcəlləsi var. Hafiz Hacıyev. Hafiz Hacıyev, siz ödənişsiz təşviqatdan artıq istifadə etmişsiniz. Xahiş edirəm, növbədə setkada digər verilişlər var. Biz həmin verilişlərin saatına girə bilmərik. Xahiş edirəm, siz nəzərə alasınız. Mənim vaxtımı xahiş eləmə əlavə elə.
25 saniyə mənim vaxtım gedib. İmkan verməyin mənə. Vaxtınız Xeyr. Hafiz Hacıyev mənə imkan vermədi danışmağa. Mənim vaxtımı əlavə eləyin. Mənim hələ bir gedir artıq mənim vaxtım da gedir. Əlavə eləyin mənim vaxtımı. siz vaxtınızdan istifadə edirsiniz, ona görə gedir Cəmilə sən. Buyurun. İlham Əliyev Hafiz Hacıyev düşüncəsində, əxlaqında və mənəviyyatında adamdır ki, bunu bura göndərməklə xalqa Hafiz Hacıyev. Hafiz Hacıyev. Hafiz Hacıyev. Hafiz Hacıyev. Mən xahiş edirəm. Nəzərə alasınız. Artıq siz ödənişli təşviqatdan istifadə etdiniz və xahiş edirəm çıxardasınız bunu. Xahiş edirəm. Hafiz Hacıyev, siz efirimizi, dərin masamızı pozmuşsunuz. Xahiş edirəm. Mənim vaxtımı əlavə elə, xahiş edirəm aparıcı. Mən bu vaxtı sizdən alacağam onsuz da. Mənim vaxtımı əlavə edin. Hafiz Hacıyev. Mən xahiş edirəm Hafiz Hacıyev, siz studiyadan mənim qızımın günahı bir ingilisə ərə gedib bir xristiyanı müsəlman etməkdir. İlham Əliyevin qızları kimi bu ölkədən oğurluq eləmək. Xahiş edirəm Cəmilə sən. Ayıb olsun sizcə. Təşviqat seçki məcəlləsi. Mən təkid edirəm. Görün bu qız uşaqların oğurluq etmək. Azərbaycan mənəviyyatının uyğundur. Siz prezidentliyə namizədsiniz. Mən onların hamısının bank hesablarını gətirmişəm. Prezidentliyə namizədsiniz. Siz prezidentliyə namizəd adamların bu cür çıxışını, tamaşası necə qarşılayar? Getsin. Və mən həyat yoldaşının xristiyana veribdir. Cəmil Həsənli, seçki məcəlləsinin 88-ci maddəsini mən bir daha sizin nəzərinizə çatdırıram ki, sui-istifadə hallarına yol verməməyi siz çağırın. Azərbaycan Partiyası topuğuna qədər, İlham Əliyev hökuməti dizinə qədər, şəxsən İlham Əliyev xırtdəyinə qədər korrupsiyanın içindədir. Bundan utanın. Görün siz bu milləti nə göyə salmışsınız? Cəmil, İlham Əliyev dövlətin başçısı, ölkənin prezidentidir. Sən bu dövlətin vətəndaşısan, sənin ləyaqətin elə ona qədər çatmışsan, dövlətin başçısı haqqında bu qədər danışırsan. İki həftə sənlə qaracaqdır. Cəmil, Hafiz Hacıyev. Hafiz Hacıyev. Yaxşı. Cəmil Həsənli, sizin artıq ödəniş təşviqat üçün ayrılmış edir vaxtınız. Hafiz Hacıyev, hər ikiniz xahiş edirəm. Təhlükəsizlik xidmətindən hər iki xahiş edirəm. Xocanı siz verdiniz. İlham Əliyevin ailəsi xahiş edirəm, hər iki prezidentdən namizəd edib siz də studiyaya təşviq. Sənin kimi şəxsiyyətli adamlarla mən burada oturmaq istəmirəm. Sənin rəhbərin gəlsin buraya. Kərimovların kimi pedok gəlsin. Hafiz Hacıyev, tamaşaçıya bu qədər hörmətsizlik olmaz. Mənim vaxtımı xahiş elə bərpa elə. Cəmil müəllim, siz vaxtınızdan tamamilə istifadə etdiniz. Xeyr, mən vaxtımdan istifadə eləməmişəm. Mənim vaxtımı bərpa eləyin. Bərabər danışmısınız və heç kimlə bərabər danışmamışam. Məni burada qoymayıblar danışmağa. Mənim vaxtımı bərpa elə. Cəmil Həsənli, siz danışan vaxtı kimə söz versəz mən danışacağam. Onun da saniyələrindən sayılır. Kimə söz versəz mən danışacağam. Mənim vaxtımı bərpa elə. Mənim vaxtımı bərpa elə. Siz artıq öz vaxtınızdan mən istifadə eləməm. Artıq istifadə etmişsiniz. Vaxtınız bitdi. Vaxtınız bitdi. Xahiş edirəm. Ödənişli təşviqat üçün ayrılmış ödənişsiz vaxt. Mən sakitliyə sizi rəayət etməyə dəvət etmişəm. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyət nümayəndəsi Əli Əhmədov. 54 saniyə vaxtınız qalıb, buyurun. Mən çox təəssüf edirəm. Mənim vaxtımı dayandır. Səsini kəsin, sonra danışacağım. Dayandır mənim vaxtımı. Vaxtı saxlayın. Cəmil Həsənli. Xahiş edirəm bunu buradan çıxarın. Siz prezidentliyə namizədsiniz. Mənim vaxtımı ver. Mən səndən ayrı bir şey istəmirəm. Öz haqqımı istəyirəm. Siz vaxtından istifadə edib. Mən vaxtı necə hesab edirəm? Eləməmişəm. Görmədim burada da həngam olması. Eləməmişəm. Mənim vaxtımı ver. Mənim dəqiqə yarım vaxtımı yaparmışsınız. Eləməmişəm vaxtımdan. Cəmil müəllim, bayaq 25 saniyə indi isə... Sən heç cavan adamsan, utanmırsan. Bu həngamları orada yaradırsan. Qoymayın məni danışmağa. Ver mənim vaxtımı. Qoy televiziya göstərsin və Azərbaycan xalqı bunun ləyaqətini və şərəfini yaxşı bilsin. Şərəfsiz özünsən. Cəmil Həsənli. Siyus Təbrizli deyil. Cəmil Həsənli. Simasız Quldurlar Partiyası. O partiyanın bir nümayəndə. Cəmil Həsənli, xahiş edirəm Cəmil Həsənli də studiyanı tərk etsin. Xahiş edirəm. Hara gedirəm? Xeyr, nəyi həll edirlər. Mənim vaxtımı versin. Mən hesab edirəm. Mən prezidentliyə namizədəm. Allah xaricdən elə ki, mənim vaxtımı versin. Cəmil Həsənli. Nəyi sərv edirlər, mənim vaxtımı versin sonra. Ay qardaş, nə axsaqqalıyım, mən millətin prezidentliyə namizədiyəm. Hörmətli televiziya tamaşaçıları, mən bir daha 88-ci maddəni, seçki məcəlləsinin 88-ci maddəsini xatırladıram. Kütləvi informasiya vasitələrində təşviqat zamanı sui-istifadə hallarına yol verilməsi bir mənalı olaraq qadağan edilir.
xahiş edirəm hər bir prezident namizəddən seçki məcəlləsinin 88-ci maddəsinin tələblərinə rəayət etsinlər və indi isə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətinin nümayəndəsi Əli Əhmədov. Buyurun. Sizin vaxtınız. Hörmətli televiziya tamaşaçıları. Mən dayandır vaxtımı. Niyə Əli Əhmədov Saxlayın. Mənə yaratmırsan? Cəmil müəllim, siz ayrılmış ödəniş zefir vaxtından istifadə etmişsiniz. Bərabər danışmışsınız. Sən zorla çıxar. Koridorda niyə gözləmir? Bu mənim haqqım deyir. Ver mənim haqqımı. Ver də 20 saniyədə ver bunu. Mən vaxtımdan istifadə elə bilməmişəm. Cəmil müəllim, siz öz sözlərim var. Cəmil Həsənli, növbəti dəfə sizin 6 dəqiqə ödəniş təşviqat vaxtında deyəcək sözləriniz deyə bilərsiniz. Hazırda isə təşviqat siz bu vaxtdan siz lenti götürüb məhkəməyə müraciət edə bilərsiniz. Cəmil Həsənli, xahiş edirəm, siz efiri pozursunuz. Mənim üçün adama şərait yaratmırsan. Cəmil Həsənli. Bəli. Mən xahiş edirəm, siz bu cür sözlərə yol verməyəsiniz. Siz prezidentliyə namizədsiniz. Ayrılmış vaxtınızdan da istifadə etmişsiniz. Mən xahiş edirəm, siz nəzərə alasınız ki, iki həmkarınızın ödənişsiz təşviqatı qalıb və biz onların həmin vaxtını onlara ayırmalıyıq. Xahiş edirəm, şərait yaradırsınız ki, biz vaxt ayıraq. Cəmil Həsənli. Dəqiqə yarımı biz verə bilmərik. Artıq 6 dəqiqə ödənişsiz təşviqat üçün ayrılmış vaxtdan istifadə olunub. Mən təkrar edirəm. Və bu 6 dəqiqə ödəniş zefir vaxtı Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir və biz də onu vermişik. Xahiş edirəm, efir sertifikası gəlir. Mənim vaxtımı vermişsən Hafız Hacıyevə. Burada şərait yaratmamışsan, mən sözümü deyim. O heç kim vermədi, o təbii prosesdə yarandı. Mənim vaxtımı versin də. Cəmil Həsənli, mübahisəli məqama Mərkəzi Seçki Komissiyası aydınlıq gətirəcək. Amma bir dəqiqə yarım deyildi. Doğrudan Xahiş edirəm, studiyanı tərk eləsin. Xahiş edirəm. Onda dözümlü yanaşın, digər həmkarların çıxışı davam etdirsin. Xahiş edirəm. İmkan verməyəcəksiniz. Mənim haqqımı verməsiniz, mən öz haqqı uğrunda mübarizə aparan adamam. Mənim haqqım, ya buradan məni zorla çıxartmalısınız, ya da mən imkan verməyəcəm. Mənim heç kəs mənim haqqımı yer bilməz. O cümlədən siz də. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyət nümayəndəsi Əli Əhmədov. Buyurun. Əziz televiziya tamaşaçıları, hörmətli həmvətənlər, siz görürsünüzmü ki, prezidentliyə namizəd Cəmil Həsənli kimdir? Hansı sifətin sahibidir? Hansı ləyaqətin sahibidir? Hansı mənəviyyətin və əxlaqın sahibidir? Biz insanları mənəviyyata dəvət edirik, əxlaqa dəvət edirik. Xahiş edirəm, dayandırın mən vaxtını. Cəmil Həsənli, siz imkan verin, xahiş edirik. Dəyərmi maqsadımızı yekunlaşdıraq. Siz hətta 6 dəqiqədən daha çox vaxtdan istifadə eləmişsiniz. Bunu nəzərə almağa çağırırıq sizi və qarşıda digər proqramlar var. Efirə, tamaşaçıya, efir sertifikasına hörmətlə yanaşaq, dəyərli masa iştirakçılarına hörmətlə yanaşaq. Xahiş edirəm. Nəzərə alasınız ki, Mərkəzi Seçki Komissiyası tərəfindən həll olacaq mübahisəli məsələ. Xahiş edirəm, nəzərə alasınız. Sırada prezidentliyə namizəd Araz Əlizadə. Sizsiniz, buyurun. Əziz bacılar və qardaşlar, biz buyuq. Hamı Hafizi söyür. Hamı deyir ki, Hafizin səviyyəsi yoxdur. Professor, bəs bunun səviyyəsi nə deyirsən? Hafizin səviyyəsi yoxdur, Cəmil Həsənliyə sataşır. Cəmil Həsənli bunu icad eləməyib ki, başladı prezidentin ailəsinə sataşmağa, təhqir etməyə. O, böyük səhv elədi, qələt elədi ki, Cəmil Həsənlinin qızı haqqında danışdı. Amma Cəmil Həsənli ondan da böyük qələt elədi ki, başladı ölkənin birinci xanımı, prezidentin uşaqları haqqında danışmağa. Biz mənəviyyatdan danışırıq. Deyirik ki, sosial hökumət quraq. Biz deyirik ki, ədalət olsun. Baxın, bu bunun müxalifəti, bu da onların vaxtında hakimiyyətdə olmuş balıq naziri. Bunların xəmiri belə yoğurub. İstəyir bu elmlər doktoru olsun, istəyir professor olsun, istəyir elmlər namizədi olsun, istəyir doçent olsun. Bunların məhkürəsi budur. Bunlar ədəb, adət, ənənə, milli mentalitet bilmirlər. Milli şuradılar. Deyin görüm, hansı milli şurada milli sözündən gedə bilər ki, bu insanlarda milli mentalitet yoxdur. Belə olan halda mən sizə bir də deyirəm.
Düşünün, baxın, görün kimə səs verirsiniz. Mənə səs verin. Araz Əlizadə, sizin təşviqatı üzrə ayrılmış efir vaxtı bitdi. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. 25 saniyə vaxt. Hörmətli televiziya tamaşaçıları, hesab edirəm ki, siz özünüz buradakı səhnəni gördünüz və düzgün qiymət verməyi bacaracaqsınız. Özünü aparmağı bacarmayan, ləyaqətini qoruya bilməyən, başqasına böhtan atmaqla ad qazanmağa, şöhrət qazanmağa çalışan bir insanın prezidentliyə namizəd olunmasını, qəbul olunmasını mən böyük təəssüfçülə qeyd eləmək istəyirəm. Çox təəssüf edirəm ki, Cəmilə Həsənli kimi bir prezidentliyə namizəd qeydə alınıbdır. Əli Əhmədov, sizin də vaxtınız bitdi və beləliklə, hörmətli tamaşaçılar, bugün prezidentliyə qeydə alınmış namizədlərin təşviqatı üçün dəyirmi masada müəyyən mübahisələrə baxmayaraq namizədlərin hər biri ödənişsiz təşviqat üçün ayrılan vaxtından tamamilə istifadə edib və mən tamaşaçılarımızla sağollaşıram. Növbəti verilişdə görüşmək ümidinə. Salamat qalın.